Muşbadan Dara Suraxanıdan Binəqədiyədək bir çox qalmaqallı tikintilərin arxasında məhz Şamaxılı Caridin durduğu məlum olur. Bu iddia paytaxtda aparılan qalmaqallı tikintilərlə bağlı daxil olmuş məlumatlarda yer alır. Rəcəmi metro stansiyası yaxınlığındakı Şəki kafesinin yerində tikilən obyektlə bağlı qalmaqal uzun müddətdir ki, ölkə mediasının gündəmini zəbt edir. Prezidentin mənim ən yaxın köməkçilərim adlandırdığı jurnalistlər bu məsələ ilə bağlı kifayət qədər geniş araşdırmalar aparır və obyektin ekologiya, tikinti, şəhər infrastrukturu qaydalarını pozmaqla yanaşı metro keçidi üzərində yerləşməsi ilə vətəndaşların həyatına təhlükə mənbəyi olduğunu üzə çıxarıb. Bəs bu boyda qanunsuzluğu törədib cəzasız qalan şəxs kimdir? Bununla bağlı ərazi üzrə Nəsimi rayon icra hakimiyyətindəki mənbələrimizdən məlumat almağa çalışdıq. İcra hakimiyyətindəki mənbəmiz obyektlə bağlı Bakı şəhər icra hakimiyyətinin Əlviyyat Qasımovun xüsusi tapşırığı olduğunu bildirib. Onun sözlərinə görə işə həm də Dövlət Şəhər Salma və Arxitektura Komitəsinin nəzdində fəaliyyət göstərən ərazi tikinti planlaşdırma mərkəzinin məsul işçisi Şamaxılı Cavid özü şəxsən nəzarət edir. Bizə obyektin İsrail adlı iş adamına məxsus olduğunu deyilib. Bunun üzünü belə görməsək də həm rayon rəhbərliyinə, həm də adı çəkilən qurumlara lazımınca hörmət edildiyi şübhəsizdir. Çəkilən adla bağlı da özəl mənbələrimizdən xüsusi araşdırma apardıq. Əldə etdiyimiz məlumatlar şok yaradı. Deyək ki, Sumqayıtdan tutmuş Badamdara qədər, Suraxanıdan Binəqədiyədək bir çox qalmaqallı tikintilərin arxasında məhz bu şəxsin durduğu məlum olur. Bu şəxsin bütün dövlət qurumlarına rahat yol tapdığı və arxasında yüksək çinli dövlət adamının durduğu deyilir. Bu qaranlıq şəxsin əslində kim olduğu və nə ilə məşğul olması ilə bağlı araşdırmamızı davam etdirəcəyik.